Deməli, ilk olaraq gəlin bugünə olan dərsimizi nəzərinizə çatdıraq. Bu günləri biz sizinlə Azərbaycan dilinin üslublar sistemini, yəni üslubiyyat mövzusunu öyrənəcəyik. Hansı mövzu? Üslubiyyat mövzusu. Üslubiyyat mövzusu. Yoldaşlar, dilimizdə var üslub anlayışı, var üslubiyyat anlayışı. Hansı üslublar var? Hansı anlayışlar var daha doğrusu? Üslub anlayışı və üslubiyyat anlayışı. Bəzən mən müdavimlərə sual verəndə ki, üslub anlayışı sizcə böyük anlayışdır, yoxsa üslubiyyat anlayışı böyük anlayışdır? Müdavimlərdə bir qismi üslub anlayışının belə deyək də daha geniş olduğunu, bir qismi isə üslubiyyat anlayışının daha geniş olduğunu qeyd edirlər. Yadda saxlayın ki, müəllim, üslub anlayışı baxmayaraq ki, hərf tərkibinə görə üslubiyyatdan balacadır. Yəni biz görürük ki, üslubiyyat sözündə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 hərf var. Amma üslub sözündə isə 5 hərf var. Düz deyil? 5 hərf olmasına baxmayaraq, üslub sözü, üslub anlayışı daha doğrusu, üslubiyyat anlayışından geniş anlayışdır. Deyə bilərsiniz ki, nəyə görə müəllim? Çünki, yoldaşlar, üslubiyyat dedikdə ancaq müəyyən bir, belə deyək də, dilçiliyin, müəyyən bir dil sahəsinin, istər bu Azərbaycan dili, yəni doğma ana dilimiz ola bilər, istər xarici dil ola bilər, xarici dillərdən hər hansı biri ola bilər, fərqi yoxdur. Həmin dilə aid olan üslublar sistemi nəzərdə tutulur. Yəni bədii üslub, publisistik üslub, nə bilim, məişət üslubu, fərdi üslub, elmi üslub, rəsmi işgüzar üslub. Yəni üslubiyyat anlayışı bu dediklərimizlə məhdudlaşır. Yəni üslubiyyat dedikdə ancaq dilimizin üslublar sistemi nəzərdə tutulur. Artıq həmin üslubları keçəndən sonra üslubiyyat mövzusu artıq bitəcək. Yəni cəmisi toplasam 5 səhifədən ibarət bir məlumat toplusudur. Amma üslub dedikdə isə üslub bizim həm karyera həyatımızda, bizim həm təhsil həyatımızda, bizim həm universitet həyatımızda, həm orta məktəb həyatımızda, həm uşaqlıq dövrümüzdə daim rastlaşdığımız hadisədir. Məsələn, deyirik ki, Murad müəllimin dərs keçmə üslubu çox sıxıcıdır. Bu, məsələn, mən indi hal-hazırda sizə bir fikir dedim və bu fikri Azərbaycan dilində öyrəndiyimiz hər hansı bir qayda əsasında formalaşdırmırıq. Gündəlik həyatımızda gəldiyimiz qənaətdir və yaxud da deyirəm ki, Peyman müəllimin ünsiyyət üslubu çox xoşuma gəlir. Daha sonra Elgiz müəllimin dostluq üslubu çox xoşuma gəlir. Və yaxud da Murad müəllimin yazı üslubu çox xoşuma gəlir. Yəni əl yazısı çox qəşəngdir. Və yaxud da Peyman müəllimin şeir demə üslubu çox xoşuma gəlir. Yəni üslub anlayışı geniş anlayışdır. Hətta biz buna sonsuz anlayış deyə bilərik. Yer üzündə cəmiyyətimizdə olan istənilən sahədə üslub anlayışı öz təsirini göstərir. İstər ali təhsilli sahə olsun, istər orta ixtisas təhsilli sahə olsun. Adi belə deyək də, üslub anlayışına bazarda işləyənlərdə də biz rast gəlirik. Amma üslubiyyat anlayışına biz bazarda işləyənlərdə o qədər də rast gəlmirik. Bu üslubiyyat dedikdə daha çox kitab dili nəzərdə tutulur. Üslub isə daha çox cəmiyyəti əhatə edir. Aydın oldu? Bu hissəni yadınızdan çıxartmayın. Gəldik üslubiyyatın növlərinə. Daha doğrusu üslubiyyat. Üslubiyyat dedik ki, öyrənir üslubları. Azərbaycan dilində neçə funksional üslublar var? Ümumiyyətlə, funksional üslublar sistemimiz necədir? Yazaq buradan. Funksional üslublar sistemi. Funksional üslublar sistemi. Rəngini dəyişdirək. Deməli, var bədii üslub, elmi üslub, publisistik üslub, rəsmi işgüzar üslub,
rəsmi, işgüzar üslub, rəsmi işgüzar üslub, məişət üslubu, məişət üslubu. Bir dənə də var, o kitablarda qeyd olunmur, əsasən elmi qrammatikalarda bu qeyd olunur. Fərdi üslub, fərdi üslub. Bunlar Azərbaycan dilinin funksional üslublar sistemidir. Yoldaşlar, bu saydıqlarımızın hər biri bütövlükdə nəyi təşkil eləyir? Ədəbi dili təşkil eləyir. Mən sizə desəm ki, ədəbi dilin əsasında nə dayanır? Deyəcəksiniz ki, müəllim, ədəbi dilin əsasında üslublar sistemi dayanır. Onlar funksional üslublar sistemidir. Funksional üslublar sisteminin hər biri, yəni burada biz 1, 2, 3, 4, 5, 6 dənə, yəni 5 plus 1 belə deyək də, çünki biri proqramda yoxdur. 5 plus 1 bu üslublar, funksional üslublar Azərbaycan dilinin bütövlükdə ədəbi dil sistemi adlanır. Gəlin indi, ümumiyyətlə, hər bir Azərbaycan vətəndaşının, Azərbaycan ərazisində yaşayan hər bir, belə deyək də, şəxsin borcudur ki, bu, belə deyək də, üslublara tam şəkildə əməl edərək nitqin normal şəkildə qurulmasına xidmət eləsin. Yəni, nitq normalarına tabe olmalıdır. Bir nəvi bu üslublar da elə nitq normaları ilə bağlıdır. İndi gəlin hər bir üslub haqqında ayrı-ayrı danışaq. Bədii üslub. Bədii üslub daha çox məcaziliyin əks olunduğu üslubdur, yoldaşlar. Bədii üslubda, belə deyək də, milli bədii təfəkkürün ifadəsi olub, obrazlı emosional nitq formasıdır. Bədii üslub bədii əsərlərin, biz bədii əsər dedikdə nə nəzərdə tuturuq? Hekayələr, romanlar, dramlar və s. kimi ədəbi anlayışların dili nəzərdə tutulur bədii üslublar dedikdə. Biz bədii üslubun qaydasında nə idi? Qeyd etdik. Dedik ki, bədii üslub milli bədii təfəkkürün ifadəsi olub, obrazlı və emosional nitq formasıdır. Emosional nitq formasıdır. Obrazlı və emosionallıq nə dedik? Biz dedikdə bizə hansı elm sahəsi deməyək, daha çox hansı sahə nəzərdə tutulur? Ədəbiyyat sahəsi nəzərdə tutulur. Biz ədəbiyyatda nələri keçirik? Hekayələr keçirik, romanlar keçirik, povestlər keçirik, dramlar keçirik, komediyalar keçirik, faciələr keçirik. Bunların hər birində, hər biri bədii üslubun elementlərini özündə əks elətdirən, belə deyək də, ifadələrdir. Yadda saxlayın ki, yoldaşlar, bədii üslub xalq danışıq dilinə daha yaxındır, obrazlı nitq formasıdır dedik burada. Deməli, nə oldu? Xalq danışıq dilinə daha yaxındır. Yəni, bayaqları biz 5+1 funksional üslubların hər birinin adını qeyd etdik. Və yadınızda saxlayın ki, hər bir funksional üslub müəyyən mənada, belə deyək də, xalqa xidmət eləyir. Amma onların içərisində yeganə üslub bədii üslubdur ki, xalq dilinə daha yaxındır. Deyə bilərsiniz ki, ay müəllim, axı biz publisistik üslubu nəyə görə xalq dilinə daha yaxın götürmədik? Axı o daha çox publisistikadır, nə bilim, orada daha çox xalqa yarayan məlumatlar verilir də. Nəyə görə onu götürmədik? Çünki o daha çox sonralar yaranmış, belə deyək də, üslubdur, funksional üslublardan biridir. Yəni, publisistik üslub 1875-ci ildə yaranıb, amma ta əvvəldən, belə deyək də, yaranan üslubumuz bizim məsələ bədii üslub olmuşdur. Ona görə də həmin o publisistik üslub yaranana qədər, belə deyək də, dilimizdə yaxınlığın əsasını bədii üslub təşkil eləmişdir. Ona görə də deyir ki, xalq dilinə
daha yaxın üslub bədii üslubdur. Nəzm, nəsr və dramaturgiya formalarında təzahür edə bilər. Yəni bu nə deməkdir? Biz hər hansı bir şeir nümunəsi görəndə o saat onu hansı üslubda götürməliyik? Bədii üslubda götürməliyik. Və yaxud da hər hansı bir nəsr nümunəsi görəndə, nəsr nümunəsi hansılardır? Məsələn, Mirzə İbrahimovun Azad hekayəsi nəsr formasında yazılıb, yəni cümlələr formasında yazılıb. Və yaxud da elə Mirzə İbrahimovun Gələcək Gün romanı, romandır. Görürsən ki, cümlələr şəklində yazılıb. Deməli, nəsr şəklində yazılıb. Nə üslubundadır? Bədii üslubda götürəcəyik. Və daha sonra deyə bilərsiniz ki, ay müəllim, mən bütöv hekayələri nəzm şəklində dedikdə biz bilirik ki, məsələn, Nizami Gəncəvi yaradıcılığında bəzi hekayələr var ki, onlar nəzm şəklində özünü göstərir. Onlar da bədii üslubun əsas elementləridir. Və yaxud da bəzən sizin qarşınıza bir mətn, qısa mətnlər çıxacaq. MIQ testlərinin içərisində var. Qısa mətnlər çıxacaq. Həmin mətnlərin içərisində obrazların adları ki var, onları qaraldıb deyəcəklər. Məsələn, belə bir formada qoy yazım. Məsələn, bala kişi, sonra onun dediyi söz, sonra cavabı, məsələn, Nuralı ona cavab verir, cavab formasında. Baxın, əgər əsər bu formada qurulubsa, bilin ki, burada dramaturgiya dili var. Yəni, bu əsər dram əsərindən bir parçadır və bədii üslub götürülməlidir. Bədii üslubun əsas göstəricilərindən biri də, qoy bunu yazaq. Bədii üslubun əsas göstəricilərindən biri də alliterasiya və assonansdır. Deyə bilərsiniz ki, müəllim, alliterasiya nədir, assonans nədir? Mən bunları necə fərqləndirim? Yadda saxlayın ki, yoldaşlar. Alliterasiya eyni samit səslərin təkrarı, assonans isə eyni saitlərin cümlə daxilində təkrarıdır. Məsələn, belə bir nümunə yazıram. Car çəkir çarxların çaxnaşıq səsi. Car çəkir çarxların çaxnaşıq səsi. Gördüyümüz kimi, bu nümunədə ç samitləri müxtəlif sözlərdə təkrarlanıb. Bir nəvi yanıltmac kimi qeydə alınır. Car çəkir çarxların çaxnaşıq səsi. Burada eyni samitlər təkrarlandığı üçün bu ifadədə alliterasiya hadisəsi özünü göstərir. Alliterasiya hadisəsi nədir? Samitlərin təkrarı. Gördüyümüz kimi, samitlər əsərdə təkrar olunur. Deməli, bu bədii üslubun göstəricisindən istifadə olunub bu əsərdə. Və yaxud da, bilmirəm, dərsliyəm. Və yaxud da, Allah adamı abırlı aqibətlə axırını gətirsin. Bu nümunədə isə yoldaşlar, deyirəm ki, Allah adamı abırlı aqibətlə abırlı aqibətlə axırını gətirsin. Baxın, bu nümunədə isə assonansdan istifadə olunub. Nəyə görə müəllim? Niyə alliterasiya deyil də assonans var burada? Çünki saitlər təkrar olunub.
Nələr təkrar olunub? Sahitlər təkrar olunmuşdur. Təsdiq edək. Baxın, A. A. Görürsünüz ki, daha doğrusu, sahitlər təkrarlanıb. Az-sonans hadisəsi var. Deməli, bədii üslubun göstəricisindən bu cümlədə istifadə olunmuşdur. Bundan əlavə, bədii üslubun əsas göstəricilərindən biri də həmin nümunələrdə bədii təsvir və bədii ifadə vasitələrinin istifadə olunmağıdır. Nələrdir? Bədii təsvir və bədii ifadə vasitələrinin istifadə olunmaq. Bədii təsvir vasitələri hansılardır? Epitet, təşbeh, gəlin yazaq. Epitet, təşbeh, metafor, metonimiya, simvol. Əgər cümlə daxilində bu ifadələrdən istifadə olunubsa, yəni epitet, təşbeh, metafor, metonimiya, simvol varsa, bilin ki, ifadə bədii üslubdadır. Epitet nədir? Gəlin hər biri haqqında qısa nümunələr əsasında izah verək ki, hər birinin açılımı sizə aydın olsun. Epitet bədii təyindir. Yəni, bir var normal sifətlər, yəni bildiyimiz həqiqi mənalı sifətlər. Məsələn, deyirəm ki, gözəl qız. Bu cümlədə epitetdən istifadə olunmayıb. Nəyə görə epitetdən istifadə olunmayıb? Çünki gözəl qız ifadəsi həqiqətən də bugünkü dünyamızda belə olan bir ifadədir. Yəni, burada məcazilik yoxdur, həqiqi ifadədir. Ancaq mən desəm ki, gözəl fikir, bu artıq, belə deyək də, hesab olunacaq epitet. Nəyə görə yuxarıdakı nümunə epitet deyil də aşağıdakı nümunə epitet hesab olundu? Səbəb nədir? Səbəb odur ki, yuxarıdakı nümunə bayaq qeyd etdiyim kimi həqiqi mənalı ifadədir, həqiqi mənalı sifətdir. Ona görə bədii üslubda hesab olunmayacaq. Ancaq gözəl fikir ifadəsi, daha sonra gözəl xasiyyət deməyək, xasiyyət həqiqətən də gözəl olur. Gözəl gələcək. Bu kimi ifadələr isə hesab olunur nə? Bədii üslub. Və yaxud da deyirəm ki, bir var ki, deyirəm, qızıl üzük. Qızıl üzük həqiqətən də dünyamızda mövcuddur. Buna görə də burada bədii üslubluq bir ifadə yoxdur. Ancaq biz bunu bədii üslubda olan ifadə adlandırmayacağıq. Ancaq desəm ki, qızıl xasiyyət, filankəsin ürəyi qızıl kimidir, qızıl ürək. Desəm ki, qızıl ürək, artıq bu məcazi mənalı ifadə hesab olunacaq və bu ifadəni biz poetik ifadə, yəni bədii üslubda olan ifadə adlandıracağıq. Bu oldu bədii üslubda, bu ifadə isə bədii üslubda hesab olunmayacaq. Yadınızdan çıxartmayın. Deməli, bu epitetdir, bu isə epitet deyil. Aydın oldu, yadınızdan çıxartmayın. Bundan əlavə, təşbeh nədir? Təşbeh isə bənzətmə deməkdir. Bir şeyi özündən güclü başqa bir şeyə bənzətməyə təşbeh deyilir. Məsələn, deyirəm ki, Əli təşbehdə daha çox kimi bənzətmə qoşmasından istifadə olunur. Əli şir kimi güclüdür. Biz burada əlinin gücünü şirin gücünə bənzədirəm. Əlinin gücünü şirin gücünə bənzətdiyimə görə bənzətmədən istifadə edirəm və deməli bu nümunədə təşbehdən istifadə olunmuşdur. Bir də ki, təşbeh sizə bəzən bu kimi qoşması ilə təqdim olunmayacaq. O zaman çaşmayın. Məsələn, belə bir nümunə qeyd edirəm. Deyirəm ki,
Bir yazıram belə, alma yanaq, alma yanaq. Bir də var ki, deyirəm ki, yanağı alma, yanağı alma. Bundan əlavə bir dənə də yazaq. Deyirəm ki, yenə də yazıram. Lalə yanaq, yanağı lalə. Yəni Azərbaycan dili sarıdan bu nümunələrə yanaşsaq, bunlar birinci növ təyini söz birləşmələridir. Və bu tipdə olan birinci növ təyini söz birləşmələrində əsas və aslı tərəflərin yerini dəyişdikdə, bunlarda bədii təsvir vasitələrində fərqlənmə müşahidə olunacaq. Necə? Əgər ifadə alma yanaq, lalə yanaq bu formadadırsa, və yaxud da badam dodaq, badam göz bu formadadırsa, o zaman onlar epitet hesab olunacaqlar. Nəyə görə? Çünki yanaq, necə yanaq? Lalə yanaq. Ancaq desəm ki, yanağı alma kimidir, yanağı lalə kimidir. Bu nümunələrdə isə gördüyümüz kimi qoşmalarını rahatlıqla mən bura artırıb bənzətmə çaları yarada bilərəm xəbər funksiyasında işlədərək kimi qoşmalarını. Aydın oldu. Bu zaman isə bunlar hesab olunurlar təşbehlər. Yadınızdan çıxartmayın. Deməli, təşbeh nə oldu? Bir şeyin hər hansı bir xüsusiyyətinin özündən güclü başqa bir şeyin xüsusiyyətinə bənzədilməsinə təşbeh deyilir. Təşbeh bənzətmə deməkdir, yenə də deyirəm. Bundan əlavə, metafor nədir? Metafor insana aid olan xüsusiyyətlərin, belə deməyək də, insana, gör yazaq burada, insana, heyvana və digər və s. yazıram. Və s. digər varlıqlara aid olan hər hansı bir xüsusiyyətin başqa bir varlığın üzərinə köçürülməsinə metafor deyilir. Məsələn, ağlamaq kimə aid xüsusiyyətdir? İnsana aid xüsusiyyətdir, düz deyil. Ağlamaq insana aid olan xüsusiyyətdir. Amma mən desəm ki, bulud ağlayır, bulud ağlayır, artıq mən nədən istifadə edəcəm? Deməli, metafordan istifadə etmiş oldum. Çünki yenə də deyirəm, ağlamaq insana aid xüsusiyyətli buludun üzərinə köçürülüb. Metafor köçürmə deməkdir. Metafor köçürmədir. Və yaxud da deyirəm ki, çiçəklər həyətdə səs-səsə verib gülüşürdülər. Çiçək necə gülüşə bilər? Və yaxud da quşlar həyətdə səs-səsə verib sanki mahnı oxuyurdular. Mahnı oxumaq insana aid olan xüsusiyyətdir. Amma quşların üzərinə köçürülür. Deməli, köçürmədən istifadə olunub, metafor var burada. Və yaxud da deyirəm ki, bulud göy kişnəyir. Kişnəmək ata olan aid bir xüsusiyyətdir. Amma göyün üzərinə köçürülür, səmanın üzərinə köçürülür. Deməli, bədii üslubdan istifadə olunur. Yəni, metafordan istifadə olunur. Metonimiya nədir bəs? Metonimiya, yoldaşlar, ad dəyişmə deməkdir. Yəni, hər hansı bir, əslində mən adı işlətməliyəm və yaxud da elementin adını birbaşa işlətməliyəm. Amma elementin adını, yəni ifadə edəcəyim fikrin tam formada özünü işlətmirəm. Onun yerinə başqa bir fikir işlədirəm. Məsələn, təsəvvür edin ki, müəllimsiniz və koridorda yeriyirsiniz. Siz növbətçisiniz də belə, növbə sizdədir və məktəbdə asayişi qoruyursunuz. Və siz bilirsiniz ki, 6A sinifi çox dəcəl sinifdir. Tənəffüslərdə, hətta dərsin gedişatında belə çox səs-küy salan sinifdir. Və koridorda gedəndə yanınızdakı müəllim yoldaşınıza deyirsiniz ki, bu 6A yaman sakitdir bugün. Əslində siz deməlisiniz ki, 6A sinifi yaman sakitdir.
Burada 6A sinifi dedikdə 6A sinifindəki şagirdlər nəzərdə tutulur. Sinif zaten sakit bir yerdir də. Yəni onu ə, səsini qaldıran, orada səs-küyün yaranmasına səbəb olan oradakı şagirdlərdir. Baxın, fikri tam şəkildə demədim. Deməli, metonimiyadan istifadə etmiş oldum. Və yaxud da deyirəm ki, şablon nümunəmiz Sabiri oxudum, bitirdim. Sən Sabiri oxuyub bitirməyibsən. Sən Sabirin əsərlərini oxuyub bitiribsən. Aydın oldu. Bu da metonimiyadır və bu tipli nümunələr hesab olunur bədii üslubda olan nümunələr. Eyni zamanda simvol. Simvol rahatdır. Məsələn, canavarın simvolu, daha doğrusu canavar nəyin simvoludur? Gücün simvoludur. Hiyləgərliyin simvolu tülküdür. Eşqin, məhəbbətin simvolu qırmızı rəngdir. Və yaxud da matəm simvolu qara rəngdir. Aydın oldu. Bu kimi anlayışların ifadə daxilində işlədilməyi bədii üslubun əsas göstəriciləri hesab olunurlar. Yadınızdan çıxartmayın. Gəldik publisistik üslub. Publisistik üslub. Yoldaşlar, publisistik üslub nədir? Yadda saxlayın ki, publisistik üslub qəzetlərin, mətbuatın, qəzet, jurnal, radio, televiziya, mitinqlər və eyni zamanda müxtəlif yığıncaqlarda istifadə olunan dildir. Publisistik üslub nə oldu? Müxtəlif deməli qəzetlərin, müxtəlif jurnalların, radioların, televiziyaların, mitinqlərin, müxtəlif yığıncaqlarda istifadə olunan sözlərdir. Aydın oldu. Məhz publisistik üslub qəzet dilidir, mətbuat dilidir, mətbuatda formalaşır. Mətbuat nədir? Bu qəzetlərin filan çap olunduğu kitabların, qəzetlərin, jurnalların və digər buna bənzər materialların çap olunduğu yerə mətbuat deyirlər. Mətbuatda formalaşır. Ən gənc üslubumuz hesab olunur publisistik üslub. Hardan bildim ən gənc üslubdur? Çünki digər üslublardan çox-çox sonra formalaşmışdır məhz bu üslub. Neçənci ildə formalaşmışdır? Tam dəqiq tarixini deyə bilərikmi? Bəli, deyə bilərik. Bir də ki, digər üslubların heç birinin yaranma tarixini biz tam şəkildə deyə bilmərik ki, elmi üslub filan tarixdə yaranıb, bədii üslub filan tarixdə yaranıb deyə bilmərik, amma hardasa təsəvvür edə bilərik, amma təsəvvür həqiqət deyil. Publisistik üslub isə tarixən biz bunu fakt olaraq deyə bilərik. Çünki yaxın keçmişdə belə deyək, bizə yaxın keçmiş olmasa da, ümumən baxdıqda həqiqətən digərləri ilə müqayisə etdikdə yaxın keçmişdə yaranan üslubdur. Yəni tarixini deyə bilərik. Tarixi mənbələrə istinad edərək. 1875-ci ildə publisistikanın əsası qoyulmuşdur. Nə ilə əsası qoyulub? Publisistik üslubun Əkinçi qəzeti ilə əsası qoyulmuşdur. 1875-ci ildə. Kim qoymuşdur publisistik üslubun əsasını? Həsən bəy Zərdabi. Deməli, Həsən bəy Zərdabi publisistik üslubun əsasını qoyan sənətkarımızdır və bu ildən etibarən artıq publisistik üslub formalaşmağa başlayır. Belə deyək də, baxmayaraq ki, Əkinçi qəzeti müəyyən fasilələrlə müxtəlif bölgələrdə çap olunsa da, yəni ömrü o qədər də uzun olmur. 2 ildən, 3 ildən sonra artıq Əkinçi qəzetinin fəaliyyəti dayanır. Ancaq fəaliyyəti dayansa da, onun işığı altında yaranan digər mətbu orqanlarımız da var idi və həmin mətbu orqanlarda tədricən inkişaf eləyirlər və özünün tənəzzül dövrünü yaşayırlar, bağlanırlar. Onların yerinə başqaları yaranırdı, onlar da bağlanırdı, başqalarının yaranır və beləliklə publisistikamız bugünkü dövrümüzə qədər gəlib çıxmışdır. Publisistik üslub iki əsasda formalaşır. Bir, deməli, yazılı əsasda formalaşan publisistik üslub, bir də deməli şifahi əsasda formalaşan publisistik üslub. Publisistik üslubun yazılı qoluna daxildir qəzetlərin dili, qəzetlərin dili daxildir bura, jurnalların dili daxildir bura, daha sonra kitabların dili daxildir bura, məqalələrin dili daxildir və s.
Yəni kitab, jurnal, məqalə, qəzet və bu tipdə olan, bu ailədən olan anlayışlar publisistikanın yazılı qoluna daxildir. Amma bununla bərabər publisistik üslubun şifahi qolu da vardır ki, ən çox inkişaf edən və ən güncəl hesab olunan qolu məhz publisistik üslubun şifahi qoludur. Çünki artıq elə bir dövrdə yaşayırıq ki, insanlar belə deyək də, hal-hazırda kosmosda baş verən xəbərləri, Marsda baş verən proseslərin hər birini televiziyalar və yaxud da radiolar vasitəsilə biz bugünkü dövrdə və yaxud da sosial şəbəkələrdə olan video lentlər vasitəsilə biz rahatlıqla onu görə bilərik. Deməli, publisistik üslubun şifahi qoluna daxildir. Deməli, radioların dili, daha sonra televiziyaların dili, radio və televiziya dili bura daxildir. Məsələn, gündəlik həyatımızda biz hər gün, məsələn, indinin özündə də televizor bizdə səssizdə də hal-hazırda dərs keçdiyimə görə. Məsələn, hal-hazırda xəbərlər gedir və yaxud da belə deyək də, sabah hər hansı bir yerə getmək istəyirik, hava haqqında açırıq və deyir ki, məsələn, Milli Hidrometeorologiya Departamentinin verdiyi hidrometeoroloji proqnozlara görə filan ərazidə, filan saatda filan hava vəziyyəti olacaq. Aydın oldu. Yəni bizə əvvəlcədən bunun sabahın məlumatını verə bilir. Deməli, bunlar da deməli şifahi publisistikaya daxil olan anlayışlardır. Və yaxud da biz hər hansı bir mağazaya gedirik, o çörəkləri filan alanda adətən onu qəzetə büküb verirlər də. İstər-istəməz məsələn onu götürüb baxırsan, oxuyursan, onlar da nədir? Yazılı qola daxil olan publisistikadır. Baxmayaraq ki, artıq qəzetlərdən demək olar ki, istifadə məhdudlaşmağa doğru gedir və məncə hətta məhdudlaşıb. Yəni qəzetdən oxumaqdan başqa bütün hər şeydə istifadə edirlər. Bircə oxumaqdan savayı. Yəni belə. Bu bizim publisistik üslubumuz oldu. Publisistik üslubun əsas xarakteriklik xüsusiyyətləri var. Konkretlik, aydınlıq. Konkretlik və aydınlıq nə deməkdir? Bir də onu deyim ki, qoy bunu yazaq. Konkretlik, aydınlıq. Konkretlik və aydınlıq nə deməkdir? Yəni, aydın olmalıdır. Bəzi üslublarımız, məsələn, elmi üslub, insanları məhdudlaşdırır. Necə məhdudlaşdırır? Deyir ki, məsələn, məni ancaq filan sahənin adamları başa düşə bilər. Məni ancaq dilçilər başa düşə bilər. Məni ancaq riyaziyyatçılar başa düşə bilər. Fiziklər başa düşə bilər. Və yaxud da tibb işçiləri başa düşə bilər. Elmi üslub, belə deyək də, bu kimi anlayışları müəyyən mənada qısıtlayır. Ancaq publisistik üslubda bu anlayış yoxdur. Publisistik üslub deyir ki, məndə olan məlumatlar hamı üçün eynidir. Yəni, birini yazmaq yadımdansa, kütləvilik. Yəni, kütləvilik, aydınlıq, konkretlik nə deməkdir bunlar? Yəni, publisistik üslub yenə də deyirəm, tələb eləyir ki, məndə olan məlumatlar bütün xalqa aiddir. Savadlıya da aiddir, təhsil görənə də aiddir, təhsilsizə də aiddir, orta məktəbi bitirənlərə də aiddir, ali məktəbi bitirənlərə də aiddir. Məsələn, gəlin baxaq. Təsəvvür edin ki, bir taksi şoförüdür. Sabah taksiyə çıxacaq, heç bir ali təhsili yoxdur. Hava haqqına baxır, deyim görüm hava sabah necə olacaq. Və hava haqqına baxır, görür ki, həmin ərazidə hava yağışlı olacaq. Və sabahın tədbirini özünə ona görə belə deyək də, görməyə başlayır. Aydın oldu. Eyni zamanda hava haqqında olan məlumata müəllim də baxanda eyni şeyi başa düşür. Taksi şoförü də baxanda eyni şeyi başa düşür. Usta da baxanda eyni şeyi başa düşür. Həkim də baxanda eyni şeyi başa düşür. Yəni bir qısıtlama yoxdur. Hamı oradakı məlumatı olduğu kimi başa düşə bilir. Məhz aydınlıq, konkretlik dedikdə, kütləvilik dedikdə məhz bu anlayışları nəzərdə tutulur. Yadınızdan çıxartmayın. Yəni hamıya aid olan məlumatlar. Hamı onu olduğu kimi başa düşə bilir, heç bir çətinlik çəkmədən. Bu bizim oldu publisistik üslubumuz. Bundan əlavə elmi üsluba gəlin baxaq.
Elmi üslub. Elmi üslub nədir bəs? Elmi üslub adından da göründüyü kimi biz publisistik üslubda bunun haqqında biraz danışdıq. Elmi üslub elm sahələrinə aid olan üslubdur. Məsələn, hansı elm sahələri var? Dilçilik var. Dilçilik dedikdə yəni bura Azərbaycan dili və digər xarici dillər daxildir. Daha sonra riyaziyyat elmi, fizika elmi, kimya elmi, tibb elmi, təbabət elmi bunların hər biri deməli adlanır müxtəlif elm sahələri və bu elm sahələrinin hər birində özünəməxsus istifadə olunan sözlər var. Məsələn, Azərbaycan dilində istifadə olunan sözlər hansılardır? Məsələn, biz Azərbaycan dilində hansı dərsləri keçmişik? Amonim, sinonim, isim, morfologiya, sintaksis, mürəkkəb cümlə, sadə cümlə. Bu kimi anlayışları biz riyaziyyatda rastlaşırıq və yaxud da digər fənlərdə xeyr və yaxud da tibb sahəsində rastlaşırıq xeyr. Deməli, dilçiliyə aid olan terminlərdir bunlar və elmi üslub hesab olunur. Eyni qayda aiddir riyaziyyata da. Məsələn, riyaziyyatda keçirilir trigonometrik tənliklər sistemi. Məsələn, mən Azərbaycan dilində onu keçirəm, xeyr. Və yaxud da tibbdə bu haqda danışılır, xeyr, danışılmır. Aydın oldu? Deməli, bu və bu kimi anlayışların hər biri adlanır elmi üslubdur. Elmi üslubun əsas xarakteristik xüsusiyyətləri. Deməli, konkretlik burada da var. Konkretlik, dəqiqlik, ardıcıllıq. Konkretlik, dəqiqlik və ardıcıllıq. Bunlar elmi üslubun əsas xarakteristik özəllikləridir. Ardıcıllıq nə tələb eləyir? Məsələn, say sistemi var dilimizdə. 1, 2, 3, 4, 5. Ardıcıl bu formada qurulmalıdır. Əgər mən bu sistemi 5, 1, 2, 3, 4, 2, 1 formasında qursam, burada mən artıq ardıcıllığı pozmuş hesab olunacam. Dəqiqlik dedikdə nə nəzərdə tutulur? Yəni, elmi üslublu olan hər hansı bir mətn, hər hansı bir fikir dəqiq olmalıdır. Yəni, orada fikrin birmənalı xüsusiyyətindən istifadə olunmalıdır. İki başlı xüsusiyyətli, məsələn, belə deyək də, dilimizdə bəzi qanunlar ki var, o qanunlar, qanun deməyək də, bəzi mübahisə doğuran məsələlər ki var, onlar hal-hazırda heç bir qrammatikaya daxil edilməyib, qrammatika kitablarına daxil edilməyib. Nəyə görə? Çünki orada fikir iki başlıdır. Hələ də həmin qayda üzrə olan fikirlər konkret bir həllini tapmayıb. Ona görə də fikir dəqiq olmadığı üçün elmi üslubda həmin fikri keçərli hesab etmək olmaz. Konkretliklə bilirik ki, dəqiqlik, konkretlik dedikdə nə nəzərdə tutulur? Bundan əlavə, elmi üslubda olan ifadələrdə çoxmənalılıq, fikrin çoxmənalılığına yer verilmir. Daha sonra fikir birmənalı olmalıdır, bayaqlar dedim, yəni təkmənalı olmalıdır. Sözün amonim olmasına bəzən hardasa belə deyək də özünü göstərə bilər. Sinonimiklə belə yazaq da elmi üslubda istifadə olunan sözün amonim olması bəzən mümkündür. Daha sonra elmi üslubda olan sözün sinoniminin olması bəzən mümkündür. Antoniminin olması bəzən mümkündür. Ona görə də mümkün deyil ifadələri yanlışdır və yaxud da həmişə ifadələri yanlışdır. Bəzən elmi üslubda olan hər hansı, məsələn, sifət sözü. Sifət sözü Azərbaycan dili termini kimi də işlənə bilir. Yəni, termin kimi işlənə bilir. Deməli, o elmi üslubdadır o söz. Amma insanın sifəti, üzü normal ifadə kimi də işlənə bilər. Yəni, elmi üslubda olmayan ifadə kimi də işlənə bilər. Aydın oldu? Yadınızdan çıxartmayın. Desələr ki, bütün sözlərin amonimlik xüsusiyyəti var elmi üslubda olan, bu fikir yanlışdır. Çünki, məsələn, farmakologiya, farmakoloq. Mən bunu necə amonim kimi işlədə bilərəm? Təbii ki, işlədə bilmərəm. Deməli, həmin fikirdə yanlış hesab olunacaqdır. Bundan əlavə, elmi üslubda başqa... elmi üslubda deyir ki, tələblərindən biri də odur ki, bu üslubda
mürəkkəb cümlələr, modallıq bildirən söz və ifadələr çox işlədilir. Yəni mürəkkəb cümlə nə deməkdir? Yəni çətin cümlələr. Mürəkkəb cümlə dedikdə Azərbaycan dilində olan iki və daha artıq sadə cümlənin birləşməsindən əmələ gələn mürəkkəb cümlələri demir ha. Mürəkkəb cümlə dedikdə, yəni çətin cümlələrdən istifadə olunur burada. Məsələn, görürsüz, bəzi tip terminlər var. Məsələn, otorinolaringologiya, nə bilim, bu və bu tipdə olan bir sıra terminoloji xüsusiyyətlərin əks olunduğu sözlər var. Onların cümlədə işlədilməyi çətinlik doğuran məqamlardandır. Yəni mürəkkəb cümlələrdən istifadə olunur dedikdə, yəni çətin cümlələrdən istifadə olunur, nəzərdə tutulur. Azərbaycan dilində olan mürəkkəb cümlə nəzərdə tutulmur orada. Daha çox belə deyək də, elmi üslubda olan belə deyək də, mətnlərdə daha çox diaqramlardan, ştrixlərdən, cədvəllərdən istifadə olunur, düsturlardan istifadə olunur. Bir var, sözü misalın qaydasını yaza başa salasan, məsələn, 2 bu və yaxud da 2x kvadratının funksiyasının qrafikinə parabola deyilir. Mən bunu bir var sözlə yazam. Bir də var ki, 2x kvadratının, nə bilim, funksiyasının qrafikinə parabola. Bir var ki, belə düstur formasında yazam. Aydın oldu. Təbii ki, bu elmi üslubun göstəricisidir. Sözlə yazılmaq isə elmi üslubun göstəricisi deyil. Çünki elmi üslubda fikir yığcamı istifadə olunmalıdır. Fikir daha çox ştrixlərlə, diaqramlarla, cədvəllərlə, düsturlarla verilməlidir ki, nəticəyə rahat yolla gedilsin. Yəni, qısacası, elmi üslubun tələbi odur ki, nəticəni asan yolla əldə edək. Bir var ki, uzun-uzadı danışasan, səhifələrlə, nə bilim, nə qədər 2 saat, 3 saat durub danışasan. Bir də var ki, düsturu qoyasan, lövhəyə yaz, şagirdə denən ki, hə, yerinə rəqəm qoy, cavabı tap. Hə, şagird də yerinə rəqəm qoyur. Hə, x-nin yerinə mən 2 qoyum. 2-nin kvadratı 4, 4-ü də 2-yə vuranda 8, hə, cavab 8-dir. Aydın oldu. Yəni, elmi üslubda cavaba yaxınlaşmaq daha asandır. Çünki qısa yollardan istifadə olunur. Uzun yollardan istifadə olunmur elmi üslubda. Allah. Və gəldik sonuncu üslubumuz rəsmi, işgüzar üslubumuza. Deməli, yazacağıq. Rəsmi, işgüzar üslub. Rəsmi işgüzar üslub. Yoldaşlar, rəsmi işgüzar üslub belə deyim də bunu sizə. Var rəsmi sənədlərin dili. Bir də var ki, işgüzar sənədlərin dili. Rəsmi sənəd dedikdə dövlətin rəsmi möhrü ilə təsdiqlənmiş sənədlər nəzərdə tutulur. Yəni, dövlətin yüksək nümayəndələri var, yüksək rütbəli nümayəndələri var. Məsələn, prezidentdir, milli məclisdir. Yəni, bunlar əsas idarəetmə orqanlarıdır dövlətimizdə. Bunların təsdiqi ilə yaranan o qanunlardır, fərmanlardır, sərəncamlardır, əmrlərdir. Bunlar adlanır rəsmi işgüzar üslubun rəsmi qoluna daxil olan belə deyək də sənədlər. Yəni, biz əmri işgüzar sənədə daxil edə bilmərik. Biz fərmanı işgüzar sənədə daxil edə bilmərik və yaxud da sərəncamı biz işgüzar sənədə daxil edə bilmərik. Nəyə görə? Səbəb nədir? Çünki bunlarda əmrdir, fərmandır, sərəncamdır. Bunlar prezidentin və Milli Məclisin qərarı əsasında möhrü ilə təsdiqlənərək, belə deyək də, qanuna cəlb olunur. Və yaxud da konstitusiyamız, oradakı qanunlar, maddələr, məcəllələr, bunların hər birisi rəsmi işgüzar üsluba aiddir. Amma ərizə, məsələn, ərizə işgüzar üsluba aiddir. Çünki ərizəni bir də görürsünüz ki, məsələn, indi sağlıq olsun, məktəbdə işləyəndə görəcəksiniz ki, təkcə məktəbdə yox, ümumiyyətlə, məsələn, görürdünüz ki, universitet müəllimsiz təzə məzun olmuşsunuz, elə ilgiz müəllimsiz də.
görürsünüz ki, məsələn, universitetdə hər hansı bir şey olan kimi götürüb sizə ərizə yazdırırdılar. Belə baxanda siz hələ təzə təhsil alırsınız. Siz hələ ali təhsilli hesab olunmursunuz. Çünki sizin hələ diplomunuz sizin əlinizə gəlməmişdir. Yəni sıravi hədd buluğa çatmış bir vətəndaşsınız. Amma sizə ərizə yazdırırdılar. Halbuki o ərizənin sonunda nə dövlət ştampı var, nə belə deyək də möhürdən istifadə olunub, heç nə. Və yaxud da sessiya imtahanında hər hansı bir fənnin nəticəsindən narazısınız, gedib onu apellyasiya məhkəməsinə verirsiniz. Verirsiniz, nə o bir dənə A4 verirlər, heç elə olur A4 də vermirlər. Elektron formada yaz və yaxud da bir dənə 12 vərəq dəftərdən bir dənə vərəq list çıxardıb verirlər. Hə, götür buradan ərizəvi yaz. Güya da sənin işinə baxılacaq. Yəni o qədər də ciddi əhəmiyyəti yoxdur. Və yaxud da izahat orta məktəbdə siz təsəvvür elə. Gedib stadionda futbol oynayanda oynadığınız futbol topu gedib direktorun otağının pəncərəsini sındırır. Və buna görə də uşağın tələb olunur ki, get valideyni gətir, gəl izahat yaz, denən ki, səbəb nədir, nəyə görə belə oldu falan filan. Aydın oldu və yaxud da dərs ili başlayandan 5 aydır ki, dərsə gəlmirəm, 5 aydan sonra dərsə gedirəm. Rəhbərlik məndən soruşur ki, nəyə görə dərsə gəlmirsən? İzahatı yaz, qoy mən bilim. Yəni izah istəyir. Yəni bunlar rəsmi olmayan sənədlərdir. Və yaxud da hesabat. Hesabat, mən təsəvvür eləyin ki, deməli 8A-nın rəhbəriyəm, sinif rəhbəriyəm və sentyabrdan etibarən 8 sentyabrdan iyun ayının 14-nə qədər, yəni sonuncu dərs gününə qədər mən 8A sinifində hansı yenilikləri eləmişəm, nə bilim, partaların rənglətdirmişəm, sinif otağının abadlaşdırmışam, işığı dəyişmişəm, nə bilim, marker almışam, təbaşir almışam və yaxud da pərdələri dəyişmişəm. Bu kimi məlumatlar, yəni mən həmin sinifdə bütöv tədris ili boyunca mən nə eləmişəmsə, onu hesabatını verirəm ki, mən filan vaxtı filan şey eləmişəm, filan vaxtı filan yerdə filan hadisəni eləmişəm. Bu hesabat verir. Elə bir kurikulum keçdim. Hesabat verdim. Bu da işgüzar sənəd. Yəni o qədər də önəmli deyil. Aydın oldu. Bu sizin oldu rəsmi və işgüzar üslublarınız. Yadınızdan çıxartmayın bunu. Hər birinin evdə qaydalarına mütləq baxın. Ən çox baxın rəsmi işgüzar üslubuna. Məsələn, indi keçdiyimiz bunun qaydalarına baxın. Çünki bunun qaydaları kitabda biraz çoxdur. Amma digərlərini elə videodan baxmağınız kifayətdir. Yəni yenə də kitaba da göz gəzdirərsiniz.